Bugün Azərbaycan televiziyasının dəyişməz simalarından olan əməkdar artist Nərgiz Cəlilovanın ad günüdür. Olay hər zaman gözəl və fit görüntüsü ilə çox danışılan peşəkar aparıcı ilə əlaqə saxlayıb. Aparıcı uzun müsahibə vermək istəmədiyini bildirib. Ad günümdə müsahibə verməyi heç sevmirəm. Mənim üçün adi bir gün kimidir. Sevinirəm ki, bir yaşda irəlilədim, hələ sağam. Amma xüsusi müsahibə verməyə utanıram. Özüm haqqında nə danışacağım?